Salam izləyicilər, bu video dəstə ekranda gördüyünüz dairəvi diaqram üzrə praktiki çalışmanın izahını verəcəm. Elə isə vaxt itirmədən başlayaq. İlk növbədə Word proqramında səhifənin parametrlərini həyata keçirək. Bunun üçün deməli burada maket, yəni layout adlı tab var. Word'ün köhnə versiyalarında page layout, rus dilində razmetka straniца adı ilə gedir. Burada ən birinci əmr margins, yəni poly əmridir. Səhifənin kənar boşluğunu tənzimləmək üçün istifadə olunur. Burada narrow, yəni uski əmrini seçirik. Daha sonra görürsünüz, səhifə albom formatındadır. Bunun üçün orientation əmrinə girib, burada landscape, albom əmrini seçərək səhifənin orientasiyasını dəyişdiririk. Və buradan size, razmer əmrinə daxil olub, vərəqin ölçüsünü A4 edirik və başlayaq. Diaqram əlavə eləmək üçün insert, yəni vstavka tabına daxil oluruq. Burada illustrations, yəni illustrasiya qrupunda chart, diaqram adlı əmr var. Bunun üzərində mansuz ol düyməsini bir daha vururuq və buradan dairəvi diaqram tapırıq. PA yazılan kateqoriya üzərində mansuz ol düyməsini bir daha vururuq və OK düyməsini sıxırıq. Nəticədə dairəvi diaqram yarandı, yəni əks oldu burada və həmin verilənləri doldurmaq lazımdır. Deməli, burada meyvə adları var. Metod çalışma satılan meyvələrin statistikası ilə bağlıdır. Seçirik bu xananı. Bunlar təbii ki, nümunə sözlərdir. Yəni, biz bunların əvəzinə bunları yazacağıq. Və təbii ki, bəzi istifadəçilər bu yazıları silib yazmağa çalışırlar. Buna ehtiyac yoxdur. Yəni xananı seçib elə yazsaz, bu məlumatlar zaten silinəcək. Və görürsünüz ki, bunlar hamısı böyük registrdə, yəni böyük hərflərlə yazılıb. Ona görə klaviaturada caps lock düyməsini aktiv edirik və daha sonra burada başlayırıq yazmağa. Alma, enter düyməsini vururuq. Qarpız, portağal, banan, nar. Bunları yazdıqdan sonra gəlin dəyərlərini yazaq. Deməli, rənglərlə müvafiq olaraq baxaq. Məsələn, alma burada 38%-dir. 38 yazıb klaviaturadan Shift 5 düymələrini icra edirik ki, faiz işarəsi görsənsin. Shift və 5 düymələrini. Daha sonra qarpız 25%-dir. Yazdıqca bu Word proqramında əks olunacaq. Enter düyməsini vururuq. Hər dəfə rəqəmləri yazdıqca Enter düyməsini vuraq. Portağal 13%, Enter, limon, daha doğrusu banan 8%, Enter düyməsini vururuq və nar 16%, yəni 16-dır bu rəqəm. Və bunu yazandan sonra mütləq Enter düyməsini vurmaq lazımdır. Yəni və ya hər hansı bir xanaya da vursaz təsdiqlənir məlumat. X düyməsini vururuq və nəticədə diaqram təsdiq olundu. Diaqramı seçirik. Bu zaman chart dizayn və format alət tabları açır. Normalda siz diaqramı seçməsəz o alət tablar burada əks olunmaz. Seçən kimi əks olur və diaqramın ölçüsünü digər diaqram tapşırıqlarında olduğu kimi 16-25-ə edəcəyik. Format alət tabı da burada size qrupunda hündürlüyü dəyişmək üçün burada 16 yazırıq. Eni dəyişmək üçün burada 25 yazıb Enter düyməsini vururuq. Yəni hər ikisini yazdığınızda Enter düyməsini vurursunuz. Və bundan sonra əgər istəyirəmsə ki, bu diaqram səhifənin düz mərkəzində yerləşsin, bunun üçün layout, yəni maket tabında position, polygen əmrinə daxil olub buradan tən orta mövqeyi seçirsiniz. Həmçinin bunu format alət tabından da etmək mümkün idi. Yəni eyni həmin əmr burada da yerləşir. Və daha sonra davam eləyək. Görürük ki, diaqramın arxa fonuna rəng yox, tekstura verilib. Diaqramı seçirik və burada format alət tabına daxil oluruq. Normalda arxa fona rəng vermək üçün
Yəni ümumiyyətlə həm fiqurlara, həm diaqramların arxa fonuna, ümumiyyətlə diaqramı təşkil edən digər elementlərə biz burada shape fill əmrindən istifadə edirik. Lakin arxa fonda tekstur olduğuna görə yenə bu əmrə daxil olub. Buradan rəng yox, tekstura seçirik. Burada tekstura bölməsinə mousu göstərisini gətirir və alt seçimlər açılır. Burada Canvas adlı teksturanı seçirəm və daha sonra dairənin hissələrinə ayrıca rəng verək. Deməli, bir dəfə vurdum, hamısı seçildi. Biraz da yaxınlaşdırım, aydın görəsiniz. Və yenə bir dəfə vururuq ki, təkcə bu hissə seçilsin və format alət tabına girib Shape Fill, yəni Zalivka fiqur əmri vasitəsilə rəngi dəyişək. Burada Modify Colors, yəni Drugate Sweat əmrinə daxil oluruq. Və burada sarı rəngin üstündə bir rəng var. Bu rəngi seçirik. Alma rəngini xatırladır. OK düyməsini vurduqdan sonra tətbiq olundu. Sonra bu hissəni seçək. Qarpız meyvəsinə uyğun bir rəng seçək. Yenə Shape Fill, yəni Zalivka fiqur əmri vasitəsilə bunu edəcəyik. Modify Colors, Drugate Sweat əmrinə daxil olduq və burada bu rəngi seçirik. OK düyməsini vururuq. Daha sonra portağal olan hissəni seçirik. Yenə Shape Fill əmri və burada sarı rəngin yanındakı narıncı rəngi seçirik. Daha sonra banan üçün seçib buradan Shape Fill əmri vasitəsilə sarı rəngi seçirik və nar üçün isə bu hissəni seçib Shape Fill əmri vasitəsilə tünd qırmızı rəngi seçirik. Belə bunlar alındı. Daha sonra Sales yazılan hissə üstünə mousu sol düyməsini bir də vururam və yazıram burada Caps Lock düyməsini söndürüm. Satılan meyvələrin statistikası. Ctrl-A düyməsini vururam. Bu mətin bütövlüyü ilə seçilir. Home Cloud Element tabında bu hissədə Times New Roman yazıb Enter basıram və şriftin ölçüsünü 20 punkt edirəm. Qalın, yəni bold, jırni əmri vasitəsilə bu prosesi həyata keçirərəm və daha sonra yazın rəngini də buradan tünd qırmızı seçirəm. Belə. Daha sonra diaqramın kənarında deməli başlıqlar var. Bunları əlavə eləmək lazımdır. Bir də diaqramın üzərində də rəqəmlər var. Bunları da əlavə eləmək lazımdır. Bunun üçün Chart Design tabına daxil oluruq və burada Add Chart element var. Əslində başlıqlar var burada. Lakin aşağı hissədədir. Bizə lazımdır bunları sağ tərəfə keçirmək. Bunun üçün Add Chart element əmrinə daxil oluruq və burada Legend əmr vasitəsilə həyata keçirəcəyik. Burada Bottom seçimi aktivdir. Biz burada bunu Right seçsək, sağ tərəfdə əks olunacaqdır. Eyni zamanda bunları da seçib buradan Times New Roman şriftin ölçüsünü 12 punkt edirik və qalın edirik. Yazının da rəngini qara edirik. Bu formada və diaqram üzərində rəqəmlərin göstərməsi üçün Chart Design tabına daxil olur. Burada Add Chart element əmri vasitəsilə burada alt seçimdə Data Labels bölməsinə daxil oluruq. Sense eləsək mərkəzdə olacaq. Inside End eləsək bizə lazım olan hissə Inside Enddir. Bunun üzərində mousu sol düyməsini bir dəfə vururuq və rəqəmləri seçirik. Yəni bir dəfə vuranda hamısı seçilir. Ona görə bir dəfə vurma lazımdır. 2 dəfə vursaq yalnızca yəni seçdiyiniz işarələnəcək. Home tabına, yəni Global Lent tabına daxil oluruq və buradan şrifti Times New Roman ölçüsünü 12 punkt və qalın və qara rəng seçimini edirik. Şəkildə görürsünüz, bəzi hissələrdə rəng ağdır. Ona görə bunları ayrılıqda bir dəfə də vurub rəngi dəyişdiririk. Ağ rəng seçirəm və 25% seçib ağ rəngin üzərindən mousu sol düyməsini bir daha vururam. Davam eləyək. Burada həmin bu diaqramın kənarlarında xətt var, yəni uzun xətt gedir və 2 dənə nöqtə, uzun xətt, 2 dənə nöqtə. Bunun üçün format alət tabına daxil olursunuz. Burada Shape Outline, yəni konturlayan fiquru əmrinə daxil olursunuz və burada ilk növbədə rəngi təyin edək. Rəng Dark Blue rəngidir.
Yəni tüm göy rəngidir və daha sonra yenə bura girib weight, yəni Tolkien əmri vasitəsilə ölçünü 3 punkt təyin edirəm və daha sonra yenidən girib burada dashes əmri vasitəsilə ən sonuncu, baxın, burada bir xəta baş verib, çünki mən 25% seçmişəm, əməliyyatı ləğv edeyim. Ona görə bu əməliyyatlar buna tətbiq olunurdu. Bu hissədə mouse'un, yəni boş hissədə mouse sol düyməsi bir daha vurub, yenidən shape outline, daha sonra weight 3 punkt və buraya girib dashes əmri vasitəsilə həmin bu ştrix növünü seçirəm. Görürsünüz, uzun xətt və 2 dənə nöqtə gedir. Yəni ona görə həmişə ehtiyatlı olun ki, yəni nəyi seçdiyinizə fikir verin. Yəni biz axırıncı dəfə burada 25% seçmişdik və bunda seçim bunda qalmışdı, yəni çıxmamışdıq. Yəni boş hissəyə vurub yalnızca yəni bu hissəni seçməliydik ki, yəni kənara tətbiq eləsin. Bundan başqa bunların hər birini elədi və görürsünüz burada almanı ifadə edən, yəni açıq yaşıl yaşılla sarını ifadə edən hissə biraz aralıdır. Biz də bunu tətbiq edəcəyik. Bunun üzərində sol düyməsini bir daha vururuq. Görürük ki, hamısı seçilir. Bir dəfə də vururuq ki, yalnız bu hissə seçilsin. Mouse'un sol düyməsini basıb saxlayaraq bir qədər çəksəz kifayətdir. Daha sonra görürsünüz, burada deməli bu növdə çərçivə təyin olunub və arxa fona da günəşin batmasının ilkin halı effekti verilib. Gəlin bunları tətbiq edək. Bunun üçün ilk növbədə diaqramı yox, səhifəni seçək, yəni belə deyək, səhifə üzərində olan sol düyməsini bir daha vuraq. Çünki bu aktiv olduqda, məsələn, bəzi əmrlər pasiv olur. Design tabına, yəni konstruktor tabına daxil oluruq. Köhnə versiyalarda page layout və ya razmetki stranitsa adlana bilər. Burada page background qrupunda page color əmri var. Bu əmr vasitəsilə arxa fona rəng verə bilərik, amma bizdə rəng deyil, arxa fona şablon effekt verilib, yəni günəşin batmasını ilkin alır. Bunun üçün fill effects əmrin üzərində olan sol düyməsini bir daha vururuq və burada preset bölməsini seçirik, yəni şablonlar, yəni hazır şablonlar. Öyle sunset elə birinci effekti OK düyməsini vurursunuz, tətbiq olundu. Page coloru səhv etmirəmsə rus dilində cvet stranitsa olacaq. Bunu da qeyd edim. Və page borders, yəni granitsa stranitsa əmri vasitəsilə də çərçivələr təyin edə bilərik. Daxil oluruq bu əmrə. Burada art bölməsindən həmin naxışlı çərçivəni axtaraq. Normalda bu qara rəngdə olacaq və biz ona rəng verəcəyik. Bir qədər aşağı edək. Görək bu hansıdır. Budur. Bunun üzərində sol düyməsini bir daha vururam və rəngini də buradan yaşıl seçirəm. Ölçüsünü də wiz olan hissədən, səhv etmirəmsə burada şirinə yazacaq rusca. Sol düyməsini basıb saxlayıram və 31 punkt olur, yəni maksimum ölçü belədir. OK düyməsini vururam. Nəticədə tətbiq olundu. Yeri gəlmişkən burada bir xəta baş verib, deməli seçək yenidən bu hissəni. Normalda bura narıncı rəngidir, biz vermişdik əslində bu rəngi. Daha sonra digərini seçməliydik. Digərini ola bilsin ki, yəni seçməmişik, rəngi dəyişmişik. Buranın rəngi sarı olmalıydı. Belə bu qədər, məncə başqa bir şey qalmadı. Videonu bəyəndinizsə like etməyi və kanala abunə olmağı unutmayın. Dostlarınızla da paylaşın ki, onlar da bizim video dərslərdən faydalana bilsinlər. Hələlik sağ olun.